Hər vaxtınız xeyir, əziz tamaşaçılar. Yaşat Azərbaycan efirdədir. Yaşat Fondunun fəaliyyət istiqamətləri ilə bağlı ən son xəbərləri sizə təqdim edəcəm. Əvvəlcə, avqust ayı ərzində vətəndaş müraciətləri ilə bağlı statistik rəqəmləri diqqətinizə çatdıracağam. Yaşat Fonduna son bir neçə həftə ərzində 4875 müraciət daxil olub. Müraciətlərin 4520-si fondun 8110 çağrı mərkəzindən, 213-ü sosial media hesablarından, 124-ü isə canlı vətəndaş qəbulu zamanı qeydə alınıb. Nəzərinizə çatdıraq ki, fond tərəfindən həftə içi hər gün saat 9-dan 18-ə kimi vətəndaş qəbulu həyata keçirilir. Yaşat Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. Şəhidimiz Qorxmaz Heydərovun anası Müxaynisə Heydərovaya icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan Ozurdex intravitreal inyeksiya proseduru tətbiq edilib. Müvafiq prosedurun xərcləri Yaşat Fondu tərəfindən qarşılanıb. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə fond tərəfindən bugünə qədər 3.595.862 manat vəsait xərclənib. Geridə qoyduğumuz həftələr ərzində bu istiqamət üzrə 5 müraciət təmin olunub. Müraciətlərdən 4-ü şəhid ailəsi üzvləri, biri müharibə əlilləri tərəfindən daxil olub. Fondun büdcəsindən bu müraciətlər üçün ümumilikdə 16.239 manat vəsait xərclənib. Avqustun 13-dən 18-nə kimi Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün ənənə yay düşərgəsi həyata keçirilib. Düşərgə Yaşat Fondunun təşkilatçılığı, Göygöl rayon İcra Hakimiyyətinin Cavad Xan Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı, Bakselin baş sponsorluğu ilə baş tutub. 18-22 yaş aralığında 50 nəfərədək şəhid övladının qatıldığı düşərgə 5 gün müddətində hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda davam edib. Məqsəd vətənpərvərlik hissi və milli mənəvi dəyərlərin aşılanmasıdır. İştirakçılar üçün müxtəlif idman oyunlarının nümayişi, təlimi, döyüş növləri üzrə ustad dərsləri, praktiki atəş, ox atma təlimi keçirilib. Baksel tərəfindən müasir bacarıqlar və innovasiya adlı təlim olub. Düşərgə boyu həmçinin yadda qalan ekskursiyalar da gerçəkləşib. 21-24 avqust tarixində Yaşat Fondunun təşkilatçılığı Azərbaycanın milli daşıyıcısı Azərbaycan Hava Yollarının, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Türkiyənin Gənclik və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tərəfdaşlığı, NAR-ın sponsorluğu ilə Naxçıvanda düşərgə keçirilib. Layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş fəaliyyət planına əsasən icra olunub. Düşərgə çərçivəsində 15-17 yaş aralığında 50-yə yaxın Türkiyəli və Azərbaycanlı şəhid ailə üzvü 4 gün ərzində Naxçıvanda bir araya gəliblər. Proqram müddətində müxtəlif ekskursiyalar, görüşlər keçirilib. Ordubad rayonuna səfər təşkil olunub, həmçinin maraqlı və unudulmaz anlardan biri kimi Zəngəzur koridoru ilə tanışlıq olub. Yaşat Fondunun Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə şəhid ailə üzvlərinin Ankaraya səfəri həyata keçirilib. 30 avqust Zəfər Bayramı ərəfəsində və tək millət, tək ürək şüarı ilə reallaşdırılan təşəbbüs 2 sentyabrədək davam edib. Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Mətin Gürak şəhidlərimizin ailələrini qəbul ediblər. Ardınca 4-cü korpus komandiri nümayəndə heyəti ilə yemək masası ətrafında görüşüblər. Ankara səfəri çərçivəsində şəhidlərimizin ailə üzvləri 30 avqust Zəfər Bayramı ilə bağlı Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin 175-ci məzuniyyət tədbirində iştirak ediblər. Tədbirin sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanlı şəhid ailə üzvləri ilə görüşüb. Bildirib ki, can Azərbaycanla bir və bərabər olduğumuz kimi Türk Cümhuriyyətlərindəki bütün qardaşlarımızla da ürəyimiz eyni döyünür. Sonra şəhid ailə üzvləri Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti əsasında
Prezident sarayında təşkil olunan 30 avqust Zəfər Bayramı özəl konsert proqramında iştirak ediblər. 2 sentyabr tarixində səfər başa çatıb. Sonda bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Yaşad Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yaşad.gov.az rəsmi internet saytının hesabatlar bölməsindən əldə edə bilərsiniz. Belə əziz tamaşaçılar, Yaşad Fondunun geridə qoyduğumuz həftələrdə gördüyü işləri sizə təqdim etdik. Gəlin, qələbəni bizə yaşadanları birlikdə yaşadaq. Sağ olun, salamat qalın.